Dəyərli abituriyentlər, bildiyimiz kimi buraxışa yenidən əlavə edilən mövzulardan da biri məhz eniköklü sözlərdir və yazılan rəylərə əsasən müəyyən etmək olar ki, eniköklü sözlər bir çox abituriyentlərimizdə problem olaraq qalır. Bu videonu sona qədər izləsən, inanıram ki, eniköklü sözlərlə bağlı probleminin 90%-ni həll etmiş olacaqsın. Baxaq. Mütləq eniköklü sözlərlə bağlı biz bu 3 qızıl qaydanı bilməliyik. 1. Eniköklü sözlərin kök hissəsi eyni nitq hissəsi olmalıdır. Sözün özündən söhbət getmir ha. Sözün kök hissəsi eyni nitq hissəsi olmalıdır. Bunu niyə görə deyirəm? Bəzən abituriyentlərimiz elə başa düşürlər ki, sözlər müxtəlif nitq hissəsinə aid ola bilməz. Təbii ki, ola bilər. Yetər ki, onların kökü eyni nitq hissəsi olsun. Məsələn, xəttkeş, xətlə, xətsiz. Bunların üçü də eyniköklü sözlərdir, amma müxtəlif nitq hissəsinə aiddir. Xəttkeş isimdir, xətlə feildir, xətsiz isə sifətdir. Sözün özü müxtəlif nitq hissəsinə aid ola bilər. Yetər ki, kök hissə eyni nitq hissəsi olsun. Təbii ki, bu sözlərin kök hissəsi xətti və isim olaraq qalır. Bu birinci qaydanı bildik. İkinci qayda. Yadda saxlamalıyıq ki, eniköklü sözlərin kök hissəsindən gedirək söhbət yenə. Kök hissəsi mütləq eyni leksik mənanı verməlidir. Eyni məna olmalı. Sözün özü müxtəlif məna verə bilər. Yetər ki, kök hissə eyni məna versin. Və nəhayət, üçüncü qaydamız, bilməliyik ki, eniköklü sözlər mütləq və mütləq düzəltmə olmalıdır. Sadə və mürəkkəb sözləri biz eniköklü söz kimi götürə bilmərik. Bu qaydaları unutmursunuz. Və növbəti əlavə olaraq bir qaydanı deyim ki, bəzən abituriyentlərimiz elə başa düşürlər ki, eniköklü sözlər müxtəlif nitq hissəsinə yarana bilməz. Təbii ki, bu yanlış fikirdir. Eniköklü sözlər müxtəlif nitq hissəsinə yarana bilər. Yetər ki, kök eyni nitq hissəsi olsun. Məsələn, yarğan və yaralı sözünü götürürəm. Bunların hər birisinin kökü yarmaq feilidir. Yəni, eniköklüdür. Amma yarğan sözü yarmaq feilindən yarandığı halda, yaralı sifəti isə yara ismindən yaranıb. Biri isimdən yaranıb, biri isə feildən yaranıb. Amma onlar eniköklüdür. Yəni, eniköklü sözləri tapmaq üçün mütləq biz sözün kök hissəsinə baxmalıyıq. Bir də xatırladıram. Kök eyni nitq hissəsi olmalıdır. Söhbət kökdən gedir. Kök eyni leksik mənanı verməlidir. Və nəhayət 3. Mütləq bunlar düzəltmə olmalıdır. Sadə və mürəkkəb sözlər eniköklü sözlər hesab edilmir. Düşünürəm ki, bu da sizlər üçün bir faydalı video olacaq. Mütləq abunə olub bəyənməyi də unutmayın. Təşəkkür edirəm.